Bu iki kəlməni axır vaxtlar tez-tez eşidirik və təəssüf ki, gələcəkdə daha çox eşitməyə başlayacağıq. Autoimmun xəstəliklər. Bəs nə deməkdir autoimmun? Bildiyimiz kimi immun sistem bütün canlılar üçün olmazsa olmaz bir sistemdir. Bu sistem sayəsində biz həyatda qalırıq, varlığımızı, yaşamımızı əsrlər boyunca, min illiklər boyunca davam etdiririk. Əgər immun sistem olmasaydı və yaxud da lazımı qədər, lazımi səviyyədə, istənilən səviyyədə çalışmasaydı, körpə bir orqanizm adi bir infeksiyada saniyələr içində yox ola bilərdi. Bu yüzden immun sistemi insan orqanizmi üçün olmazsa olmaz bir şeydir. Bir de auto sözü vardır. Auto isə öz deməkdir, sözün kökünə indikdə. Autoimmun xəstəliklər zamanı tamamilə fərqli bir mexanizm ortaya çıxır. Normalda immun sistem bizi, canlı orqanizmi, ətraf mühitin xəstəlik törədici faktorlarından qoruyur. Bura virus infeksiyaları, bakteri infeksiyaları, zəhərlənmələr, istənilən bir yad cismin orqanizmə daxil olma prosesi aiddir. Və bu sistem sayəsində biz az öncə də dediyim kimi ağır şəkildə xəstələnmirik əksər hallarda. Autoimmun xəstəliklər zamanı isə burada mexanizm biraz dəyişir. Bu zaman orqanizm xarici faktorlardan çox insanın özünə yönəlməyə başlayır. Yəni, əgər bir şəxsdə autoimmun xəstəlik varsa, bu zaman onun immun sistemi həmin şəxsin öz hüceyrələrinə, öz toxunmasına qarşı aqressivləşməyə və o toxumaları, o orqanları yad bir cisim kimi görməyə və onunla savaşmağa başlayır. Bu çox maraqlı bir situasiyadır və burada bir maraqlı fakt da ondadır ki, autoimmun xəstəliyi olan insanlar digər insanlara görə, məsələn, qrip infeksiyaları, yaxud da bakterial infeksiya, yaxud da hər hansı bir xarici mühitdən gələn xəstəliklərə qarşı daha dözümlü olurlar. Bu insanların tez-tez qrip olduğunu, tez-tez boğazının şişdiyini görməzsən. Çünki bunlarda immun sistem o qədər güclüdür ki, o nəinki xarici qıcıqlara qarşı, həm də daxili qıcıqlara qarşı reaksiya göstərməyə başlayır. Bəs niyə görə bəzi insanlar autoimmun xəstəliyi inkişaf elətdirirlər, bəziləri isə yox? Burada bir neçə teoriya var ki, təxmin olunur ki, bunlarla bağlı olaraq bu xəstəliklər yaranır. İlkin olaraq genetika. Autoimmun xəstəlikləri olan şəxslərin genetikasına biraz nəzər salsaq, ailədə hər hansı bir şəxsdə, birinci dərəcəli qohumlarda, yaxud da ikinci dərəcəli qohumlarda hər hansı bir autoimmun xəstəliyin olduğunu görə bilərsiniz. Bu, hər zaman %100 belə deyildir, amma əksər hallarda belədir. Məsələn, tutaq ki, bir şəxsdə qalxanvari vəzin bir autoimmun xəstəliyi var. Hashimoto adıyla məşhur olan bu xəstəlik varsa, yaxud da bu qalxanvari vəzin funksiyasının aşağı olmasıyla gedən bir xəstəlikdir və yaxud da yüksək olmasıyla gedən morbus Basedov dediyimiz zəhərli zob xəstəliyi tutaq ki. Bu xəstəlikləri daşıyan insanların ailə keçmişini biraz araşdırsaq, onlarda bu xəstəliyin kimdəsə ya bu, ya da başqa növ autoimmun xəstəliyinin rast gəldiyini görürük. O zaman buradan belə bir nəticəyə də gələ bilərik ki, bəzi autoimmun xəstəliklər yalnızca gəlmir, onlar digər autoimmun xəstəliklərin də yaranmasına təkan verir. İkinci səbəb olaraqsa ətraf mühit və yediyimiz qida maddələri təxmin olunur ki, bu xəstəliklərin yaranmasında rol oynayır. Tam olaraq hansı maddə, tam olaraq hansı ətraf mühit yox, amma günümüzün bu get-gedə, belə deyək, inkişaf etdiyi dövrdə həmçinin kimyəvi maddələrin, kimyəvi atıqların da atdığı bu dönəmdə autoimmun xəstəliklərin rast gəlməsində də bir uyğunluq müşahidə olunmuşdur. Digər səbəb isə keçirilmiş infeksiyalar olduğu təxmin edilir. Yenə də burada konkret hər hansı bir infeksiyanın üzərinə yıxa bilmirik. Sadəcə güman olunur ki, keçmiş zamanda, ötən zaman ərzində, həyatda baş vermiş, bu şəxsin həyatında baş vermiş virus infeksiyaları orqanizmin immun sistemini o formada qıcıqlandırır ki, artıq o immun sistem köhnədəki olduğu kimi xaricə yox, həmçinin də daxilə yönəlir. Bu faktorların bəzi şəxslərdə hamısının birlikdə rol oynadığı da güman olunur. Amma yenə də bugün tibb elminə tam olaraq məlum deyil ki, nəyə görə insanlarda autoimmun xəstəliklər inkişaf edir. Buna görə də bu xəstəliklərin kökündən müalicəsi bugün təəssüf ki, əksər hallarda mümkün deyil. Çünki tam olaraq tibb elmi bilmir ki, nəyə yönəlməlidir. Ancaq buna rəğmən çox gözəl dərman vasitələri bugün inkişaf etdirilib ki, bu dərman vasitələrlə həmin xəstəlik kökündən sağalması da çox əla şəkildə kontrol altına alınır və o xəstəlikdən əziyyət çəkən şəxslər uzun müddət problemsiz həyat sürürlər, normal şəkildə yaşaya bilirlər. Bu xəstəliklərə bəs
nümunə olaraq nə demək olar? Məsələn, başda dediyim kimi Hashimoto xəstəliyi və yaxud da zəhərli zob adı ilə bilinən morbus Bazedov, yəni Bazedov xəstəliyi, daha sonra şəkərli diabetin tip 1 forması olan, yaxud da müxtəlif revmatik xəstəliklər, revmatoid artrit, psoriaz, psoriatik artrit və bu sıranı çox şəkildə uzatmaq olar. Demək olar ki, əksər orqanların həmçinin autoimmun xəstəliyi vardır. Orqanizm, immun sistem əksər orqanları özünə düşmən belirlədiyi durumlar var və onlara qarşı savaş açır. Təşəkkür edirəm dinlədiyiniz üçün.